Süd məhsullarının istehsalı və sağlamlığa faydası. Qadınlarla kişilər arasında zülalı olan tələbat da müxtəlifdir. Hansı pendir yaxşıdır və biz onun dadını mütləq bilməliyik? Pendirin ümumiyyətlə süd məhsulu kimi bir dənə dadını saxlamaq lazım. Mən məsələn onun üstündə çox əlləşirəm. Niyə rasionumuzda pendir və ağartı məhsulları çoxluq təşkil etməlidir? Pendirin özünün tərkibində pendirin həzm olunmasına kömək edən fermentlər də var. Və əlbəttə ki, xüsusi istehsal texnologiyası. O efirlər buna dad verdiyi üçün, həm də konservasiya etdiyi üçün istifadə edirik ondan. Həkim biokimyaçı, nutrisiolog Samirə Rızayeva və abadçı süd məhsulları üzrə kiçik sahibkar Ədalət Niftəliyev ətraflı və maraqlı izah edəcək. Sağlam səhhətdə. Efirdə Sağlam Səhətin Saatıdır və qonaqlarımızı təqdim etmək istəyirəm. Qonaqlarımız həkim biokimyaçı və nutrisiolog Samirə Rızayeva və abadçı süd məhsulları üzrə kiçik sahibkar Ədalət Niftəliyevdir. Hər ikiniz də xoş gəlibsiniz. Bugün biz qonaqlarımızla süd məhsullarının istehsalı və sağlamlığa faydası haqqında söhbət aparacağıq. Öncə istərdim söhbətə Ədalət müəllim ilə başlayaq. Ədalət müəllim, necə oldu ki, yolunuz abaddan düşdü və abadçı oldunuz? Mən eşitdim, öyrəndim, oradan-buradan xəbər gəldi ki, Asan Xidmətin nəzdində abad şirkəti açılır, ailə biznesinə dəstək olurlar. Mənim də ixtisasım injiner mexanikdə olsa, belə bir hobbim vardı, süd məhsullarına məşğul idim orada. Və müraciət elədim, mənim məhsullarıma baxdılar, götürdülər məni. İndi mən 5 ildən çoxdur süd məhsulları sexində işləyirəm və istehsal edirəm. Yəni, abaddan öncə də bir fəaliyyətiniz var idi, deyil mi? Bəli, var idi. Abaddan sonra fəaliyyətinizdə nə kimi dəyişiklik oldu? Böyük dəyişiklik oldu. Abad bizə çox gözəl şərait yaratdı. Birincisi, abadın prinsipləri var. Sosial innovasiya prinsipləridir. Mən o cəlb eləmişdi. Çünki biznesin əsasını quranda kiçik sahibkarı bu çox vacib şeydir biznesdə. Lazım olsa sual versiniz, sonradan deyərəm. İkincisi, avadanlıq təqdim edirlər, sahə təqdim edirlər. Məsələn, biz ancaq xam malımızı götürüb gəlirik, qalan şeyləri avadanlığından tutmuş, yerindən tutmuş, sexindən tutmuş, satışını da onlar edirlər. Yəni, bu dövlət tərəfindən bizə verilən dəstəkdir. Bəs hansı süd məhsullarını istehsalı ilə məşğulsuz? Vallahi xanım, süd məhsulları çoxdur, 12-yə 15-ci süd məhsulları var. Mən əsasən pendirlərlə məşğul oluram. Bir də yağ, pendirlərin bəzi növləri, lazım olanda süd, qatıq, belə məhsullarını hazırlayırım. Ən çox hansına tələbat var, öz təcrübənizə görə? Ən çox pendirə tələbat var, ən çox pendiri istəyirlər. Əslində südə də tələbat var, qatığa da tələbat var. Sadəcə olaraq südü satmaq biraz tez xarab olduğu üçün, istəyə dözümü olmadığı üçün biraz çətindir. Ona görə ən çox pendirə üstünlük verirlər, mən də onu istehsal edirəm. Çox maraqlıdır Samirə xanım. Süd məhsullarının sağlamlığımızda hansı yeri var? Hər zaman menyumuzda olmalıdırmı? Əlbəttə ki, süd məhsullarının əhəmiyyəti çox böyükdür. Birinci növbədə ona görə ki, süd məhsulları zülal daşıyıcılarıdır və o zülal daşıyıcıların içərisində 9 ədəd amin turşular var ki, biz onlara əbəs olunmaz amin turşuları deyirik və onlar da yalnız süd məhsullarının tərkibində vardır. Süd məhsulları dedikdə biz süddən alınan bütün məhsulları nəzərdə tuturuq, qatıqdır, pendirdir, yəni süddən hazırlanan hər bir məhsul onlara süd məhsullarına aiddir və hər birinin də tərkibindəki zülalın miqdarı müxtəlifdir. Əgər məsələn biz deyirik ki, gündəlik norma hər bir insan üçün də müxtəlifdir, uşaq üçün də müxtəlifdir, böyüklər üçün də müxtəlifdir. Uşaq üçün, məsələn, 1-3 yaşında uşaq üçün 13 qramdan başlayırsa da, artıq bizi böyüdükcə onun orqanizmin olan tələbatı da artır və hardasa qadınlarla kişilər arasında zülalı olan tələbat da müxtəlifdir. Yəni, əgər qadınlar üçün gündəlik 46 qrama yaxın lazımdırsa da, kişilər üçün bu 56 qram təşkil edir. Düzdür, bu boydan, çəkidən asılı olaraq, yaş həddindən asılı olaraq dəyişə bilər. Məsələn, yaşlılarda bu gündəlik norma hər kiloqrama 1 qram yarım miqdarında nəzərdə tutulur. Ancaq buna baxmayaraq, yəni bunlar əvəz olunmazdır. Süd məhsullarının, yəni deyə bilərsiniz ki, hə, süd məhsullarında da zülallar var, ət məhsullarında da zülal var. Bunların fərqi nədir? Biz birincisi amin turşuların adını çəkdikdən başqa da ətdən fərqli olaraq bunun tərkibində kalsium var. Kalsium fosfor var ki, bu da bizim sümüklərimiz üçün, skelet quruluşumuz üçün çox vacibdir.
Və bundan başqa onun tərkibində A vitamini, D vitamini, B qrup vitaminlərdən vardır ki, yəni bunun görə də süd məhsullarının əhəmiyyəti orqanizm üçün çox böyükdür. Çox maraqlıdır. Bugün hazırda bazarda müxtəlif növ pendirlər var, müxtəlif çeşid pendirlər var. Bu pendirlərdə keyfiyyət göstəriciləri nələrdir? Yəni yaxşı bir pendir hansı pendir sayılır? Maraqlı sualdır. Bu sırf texnoloji tərəfidir, amma mən yenə deyəcəyəm. Cürbəcür məhsullar var, bizim milli məhsullarımız var, pendir məhsulları var, xarici pendir məhsullar var. Marketinq tərəfdən baxsaq, bərk pendirlər daha tələb olunur. Daha çox satılır. Daha çox satılır, daha çox alırlar. Amma var yumşaq pendirlər, var super bərk, var orta bərk, var yumşaq pendirlər. Mən çalışıram ki, bərk pendirlər hazırlayım. Yəni, bir də Azərbaycanda məşhur motal pendiri var, adla tanınandır. Bu pendir də varmı sizin siyahınızda? Yox, mən o pendiri istehsal eləmirəm. Bilirsiniz? Bəs sevirsiniz dadını? Hə, sevirəm. Pendirin dadı əladır. Bir şey də deyim ki, biraz belə bir illüziya var ki, insanlarda. Pendirə cürbəcür şeylər əlavə edirlər, qatırlar. Pendirin ümumiyyətlə süd məhsulu kimi bir dənə dadını saxlamaq lazım. Mən məsələn onun üstündə çox əlləşirəm. Süd və qaymaq dadı. Məhsulun özündən südün və qaymağın dadı gəlmir. Belə olmalıdır. Belə olmalıdır. Motal pendirində təəssüf ki, xanım da təsdiq edir. Ora dəri əlavə olunur, dərinin içində saxlanır. Dəridə qıcqırıma gedir, çürümə gedir, əlavə iylər düşür ora. Biraz şəxsən mən məsləhət bilmirəm. Məsləhət görmürsünüz. İstərdim bu motal pendirlə bağlı bir mütəxəssis olaraq sizin də fikrinizi öyrənək. Çünki Azərbaycan pendiri deyiləndə ilk ağla gələn pendirlərdən biri motal pendiri olur. Deyirlər dədə-baba pendiridir. Dərin içərisində saxlayırlar. Yəqin ki, görmüş olarsınız. Bəli. Zövqlər müxtəlifdir, hər bir kəsin bir zövqü vardır. Amma süd məhsulu süd məhsuludur, fərqi yoxdur. Mən düşünürəm ki, hər bir süd məhsulunun içərisində ziyanvericidən çox, yəqin ki, xeyir verilən daha çoxdur. Ancaq məsələ bundadır ki, düzdür, hər bir növünün tərkibi də müxtəlifdir və hər bir növünün də xeyirli cəhəti daha çoxdur. Məsələ bundadır ki, pendirin ziyanlarından biri onun duzda saxlanılmağıdır. Yəni, duzu nə qədər çoxdursa da, orqanizmdə bir o qədər çox ziyan verəcəkdir. Çünki bizim gündəlik duza olan tələbatımız da müxtəlifdir. Yəni o 5 qramı aşmamalıdır və ona görə də nə qədər duzlu pendirdirsə də orqanizmdə suyun ləngiməsinə bir o qədər çox səbəb olacaqdır. Siz bilirsiniz ki, motal pendiri də bir balaca duzlu pendirdir. Ona görə də ən yaxşı keyfiyyətli, yəni sayılan pendirlər əsasən duzu az olan pendirlər və bir növdə başqa cür adını çəkmək istəmirəm, kəsmikli pendirlərdir. Tvarojna sırrı deyil, amma kəsmikli pendirlərdir. Yəni bir də feta pendiri. Yəni onlar daha gözəl və keyfiyyətli hesab olunur. Çox qəribə bir şeydir ki, yəni pendirin tərkibində hər bir yəqin ki, ilahidən düzələn bir şeydir ki, biz o günü baldan da danışanda dedik ki, onun içərisində diastaza var, hansı ki, karbohidratların həzminə səbəb olur. Eyni şey də pendirə də aiddir. Yəni pendirin özünün tərkibində pendirin həzm olunmasına kömək edən fermentlər də var. Amma bir eybi də var ki, yəni laktozaya həssaslığı olan insan, laktoza çatışmayan insanlara da pendir olmaz. Yəni biz çox tərifləsək də, yəni yenə də individualdır hər bir şey. Zövqlər də individualdır. Ona görə də, yəni kimsə də nəyisə də sevirsə də, dietanı da yazanda həmişə nəzərə alırıq. Yəni kəskin surətdə demirik ki, həminki məhsulu yemək olmaz. Biz onu az miqdarda da olsa, insanın depressiv vəziyyətinin çox böyük əhəmiyyəti var. Kimsə əgər motal pendiri sevirsə də, ona mütləq şəkildə demək olmaz ki, yox, sən motal pendiri yeməyəcəksən. Bəli. Amma az miqdarda, yəni şüurlu şəkildə qəbul edilirsə də mən fikirləşirəm ki, heç bir ziyanı olmaz. Uşaqların ən çox tanıdığı bir pendir növü var, hansı ki, pizzada istifadə olunur. Çox maraqlıdır, Ədalət müəllim. O pendirin tərkibində nə var ki, o qədər belə saqqız kimi uzanır? Uşaqların da ən sevdiyi pizza pendiri deyirlər ona. Ən xeyirli pendirlərdəndir. Bəli. Pendirlər ümumiyyətlə, biraz uzaqdan gəlin, çox sual verirlər bunu. Valla pendirlərin sayı hesabı yoxdur, çeşidinin sayı hesabı yoxdur. Amma əsasən iki cür pendir hazırlananda iki üsulla hazırlanır. Birinə deyirlər 36 dərəcədə maya vurulur. Yəni o pendir bişirilmir. 36 dərəcədə maya vurulur. O maya vurulandan sonra pendiri preslirlər, duzlurlar. İndi nə qədər duz lazımdır? Bu pendirlər çanaq pendirləri, motal pendirləri, mozzarella, parmezan, kaşar bunlara aiddir. Amma pendirlərdə var ki, onların südünü qaynadırlar.
qaynadandan sonra turşu tərkibi, limon duzu, qatıq vurub kəsirlər. Bu iki texnologiya var əsas. Əsas buradan götürülür. Bundan çeşidlənir. İndi mozzarella o 36 dərəcədə maya vurulan, əsasən pizza pendiri kaşardır, bir də mozzarella. Azərbaycanda olanları deyirəm. Bəli, ən çox istifadə edilir. Ən çox istifadə edilir. Gaudiyada olur, o birisilərindən istifadə edirlər. Ən çox Azərbaycanda bunlardan istifadə edirlər. Onlar 36 dərəcədə maya vurulub bişirilmədən olduğu üçün onlar elastik qalırlar. Amma o pendirinki, o süd ki qaynanılır, ondan pendir alınır, o dartılmır. Bax, mənim pendirlərim elə pendirlərdir. Amma bunların başqa bir xüsusiyyəti var, bunları bişirmək olur. Bu saat Azərbaycanda, indi mən Sovet dövrün adamıyam. Bizim dövrümüzdə yemək kabab idi, bozbaş idi, bozartma idi. İndi müxtəlif yeməklər düşür. Bax, bu bişirilən pendiri onlara əlavə eləmək olur. Ona görə buna biraz tələbat çoxdur. Amma pizzaya da var, düz deyirsiniz. Bəli. Bəs pizza pendiri necədir? Xüsusən də uşaqların yeməyi, doktor. Fikirləşirəm ki, pendir hər halda xeyirlidir. Uşaqlar üçün də çox vacibdir, amma israfçılıq olmamaq şərti ilə. Çünki hər bir şeyin bir xeyri olduğu kimi bir ziyanı da vardır. Xeyrindən danışırıq ki, uşaqlar üçün böyümək üçün kalsium lazımdır, fosfor lazımdır, vitamin D lazımdır. Mən indi qeyd etdim ki, hər bir məhsulun içərisində onun yardımcı olan digər məsələlər də vardır. Onlardan biri də vitamin D-dir. Vitamin D kalsiumun mənimsənilməyinə kömək edir. Çox qəribə bir şeydir ki, pəndirin tərkibində həm vitamin D-si var, həm kalsiumu var. Və o da onun kalsiumun mənimsənilməsinə yardım olur. Yəni ilahidən yəqin ki, düzələn bir bu məsələdir. Yəni onu hər bir məhsuldan danışa bilərik beləliklə. Amma uşağın qəbul, əgər uşaq pendir yemirsə də, əlbəttə ki, məsləhət görərdim ki, pizza formasında mütləq şəkildə verilə bilədir. Başqa bir şəkildə maraqlı olsun, salatların tərkibində verə bilərik. Yəni bizim hamımızın sevdiyimiz salatlar var ki, yəni o salatların içərisində pendir əlavə olunur və onu hamı çox rahatlıqla da qəbul edir. Amma izafililik olmadan, çünki o da börək xəstəliklərinə gətirib çıxarda bilər, uşaqlarda qaraciyər piylənmələrinə gətirib çıxarda bilər. Çünki pendirlərin kalori cəhətdən də yuxarıdır. Yağlılıq dərəcəsi çox yuxarıdır. Ona görə də gün ərzində yəni 50 qramdan artıq yeyilməsi tövsiyə olunmur. Mən çox istəyərdim, Ədalət müəllim, pendirləri təqdim edərdiniz bizə. Tamaşaçılarımıza zəhmət olmasa kameraya doğru yönələrək. Görək bu nə pendirlərdir? Bu iki cür bişirilə bilən pendirdir. Bəli. Biri tüstüyə verilmiş, hissə verilmiş deyirlər. Hə, əslində hissə birinci dəfə eşidirəm. Deməli hissə verilmiş pendir də olur. Bəli. Bir dənə deyim, vallahi bu böyük illüziyadır. Hissə verilmək bizim pendirimizi tüstüyə vermək üçün xüsusi talaşdan istifadə edilir. O talaşı sodada saxlayırlar və onu qaynadırlar ki, onda qətran qalmasın. Deməli, hiss olmur, ancaq tüstü olur. Tüstünün tərkibində efirlər var. O efirlər buna dad verdiyi üçün, həm də konservasiya elədiyi üçün istifadə edilir ondan. Bunun tüstüyə verilməyən tərəfi var. Bunların özəllikləri ondadır ki, bu pendirləri bişirmək olur. Bayaq Həmrahın həm fikrini dediyi kimi kətələrdə istifadə edə bilərlər, müxtəlif yeməklərdə, salatlar var. Sonra bişirirlər. Bax, bunu kartof kimi qızartmaq olur. Qızartmaq olur? Bəli, qızartmaq olur kartof kimi. Pendir, biz adət eləməmişik buna, amma Avropada çoxdan pendir qızartmaq. Bax, məsələn, bu pendirdən dönər bişirmək olur. Yəni dağılmır, deyilmi? Biz onu dilim-dilim əgər doğrayıb qızartsaq? Dağılmır, qızardır. Nətər deyim, kotlet kimi qızarır, kartof şabalat kimi qızarır. Dağılmır. Amma pizzanı qızartmaq olmur, ancaq qızdırmaq olur. Bir balaca qızdırdan elastikdir. Bax, bu pendirlər özəl pendirlərdir. Lap belə deyim ki, bu pendir mənim brend pendirimdir. Yəni həm tüstüyə verilsin, həm qızardılsın, həm də mən çalışmışam bunda qaymaq və süd iyin saxlayım. Ona görə yetişdirmə prosesindən keçirmirəm. Çünki yetişdirmə prosesi bir növ qıcıqırma prosesidir. Sən saxlayırsan, onun tərkibində dəyişikliklər gedir, iyi dadı qaçır. Mən məsələn bu 3 dənə keyfiyyətin, südün saxlaya bilmişəm bunda. Bəzən də deyirlər ki, hər hansı bir istər süd məhsulu olsun, istər başqa məhsul olsun, təbii süd qoxusu gələndə deyirlər ki, 100% bunun tərkibinə süd dadı qoxusu verən hansısa bir qatqı qatılıbdır. Deyilmi əslində? Elə deyirlər ay xanım, amma süd dədə-babadan gəlib də bizim genetik yaddaşımızda süd dadı qalır, qaymaq dadı qalır. Bəli.
Əksinə toxunmasan elə o dadı verir, deyilmi? Əlbəttə ki, bunlar sonradan texnoloji, satış üçün, satışı artırmaq üçün biznes nöqteyi nəzərdən, marketinq nöqteyi nəzərdən artırılan şeylərdir. Duru yağlar var ki, onlara kərə yağının dadını verirlər. Amma kərə yağı necə deyirlər, bizim adət elədiyimiz ən təmiz yağlardan biridir. Onun satışını artırmaq üçün, onu bir növ satışına meyl eləmək üçün marketinq nöqteyi nəzərdən belə daddırma, əlavə dadlar verirlər. Amma özünün təbii dadı var da, ona heç bir şeyə ehtiyac yox. Yəni, belə deyək də, bir pendir istehsal olunduğu zaman dadınla belə dırnaq arası heç kəs oynamasa, elə özü süd dadı verir. Yəni, hansısa bir, əgər dadlandırıcı bir qatqısı olmasa, elə süd dadı verir. Siz, Samirə xanım, pendir alanda nəyə diqqət edirsiniz? Mən yağlılıq dərəcəsinə aldanda diqqət edirəm. Məhsulun harda hazırlanmasına baxıram və əslinə qalanda mən pendirlərdən həmişə deyirəm, yəni əsl pendir istəyirəm. Əsl pendir mayası özü tutulan, qədimdə olduğu kimi, yəni maya tutulan var ki, hansı ki, əvvəllər qursaqdan hazırlanırdı o maya. O qursaq estrogenlərlə çox zəngindir. Estrogen istər kişilər, istər qadınlar üçün hormonal statusun normada saxlanılması üçün çox vacibdir. Və həmin ki, o yəni müxtəlif tozlardan, mayelərdən istifadə edilmir, mayalandırılmır və natural olduğu üçün və tərkibində ferment sistemi saxlandığı üçün mən düşünürəm ki, ən gözəli, yəni rayondan da gələndə soruşuram ki, kimsə varmı ki, əsl mayadan indi pendir tutsun? Çox nadir hallardadır. Çünki əsl pendirdə, əsl məhsullar tez xarab olma qabiliyyətinə malikdirlər. Çünki tərkibində ferment varsa da, bakteriyaların inkişaf eləməsi üçün mühit də vardır. Və ona görə də çox adam, yəni süni məhsullardan istifadə etməyə, daha çox süni qatqılardan istifadə etməyə çalışır. Amma fikirləşirəm ki, yəni daha yaxşı olar ki, o doğul hissləri, təbii məhsulları saxlamağa çalışaq. Yəni o vacibdir. Bizi izləyən izləyicilərimizdən kimlərsə pendir həvəskarıdırsa, mütləq süfrələrində pendir olursa, pendir aldığı zaman nələrə diqqət etməlidir Ədalət müəllim? Yəni hansı keyfiyyət göstəricilərinə baxaq alanda? Çox yaxşı keyfiyyətdir, çox yaxşı söhbətdir. Bax, bizim aramızda, mən artıq 5 ildir işləyirəm o sistemdə, Axtanın nümayəndələri gəlir, baxır. Bax, belə verilişlərdə təbliğ olunur. Bax, bu həmkarın fikirləri var, sağlamlıq nəzərdən təklif olunur. Bu saat bazarda çoxlu qondarma məhsulu var. Qondarma məhsulu nəyə deyirlər? Tərkibin yazırlar. Tərkibin yazırlar ki, bu var və yaxud da deyirlər ki, tərtəmiz, 100% saf qidadır. Amma biz yaxşı bilirik, marketinq üçün, biznes üçün bunlara dərman vururlar ki, qıcırma söhbəti çox getməsin. Uzun müddət peştaxtada qalsın ki, ona sata bilsinlər. Bax, bir neçə dərman var, onları vururlar. Sonra dad vermək üçün bayaq dedim və yaxud da qiymətini azaltmaq üçün doldurucu məhsullar vururlar. Düzdür, bunlara nəzarət var, amma nəzarət də hər şeyi aradan götürmək olmur da. Qoy fikir versinlər. Mən tövsiyə edirəm ki, baxanda, bax, Azərbaycanda nədənsə buna fikir vermirlər də. Qonşu ölkələri gedirik, hamısında diqqətlə oxuyurlar. Nə yazılıb orada? Tərkibin nədəni ibarətdir? Bax, məsələn, mən spesialli, xanım dedi ki, qursaq mayası var. Amma ondan da qədim qatıq mayası var. Ondan da qədim limon turşusu var. Yəni, vacib deyil ki, sən hansısa göbələkdən, hansısa kimyəvi maddədən hazırlanmış bir şeyi əlavə eləsən. Əgər istəyirsənsə, doğrudan sağlam məhsul hazırlayırsan, var da, şərait var. Məsələn, mən termopaketdən istifadə edirəm. Bəli. İzah edin də bizə termopaket nədir? Bəli, termopaketi vururam deyə mən heç bir dərman vurmağa ehtiyacım yoxdur. Bunu piştaxtada 3 ay saxlamaq üçün, 2 ay saxlamaq üçün, məsələn, marketinqlə məşğul olandım, deyir ki, malı gətirirsən mənə elə bir vaxt ver ki, suraq deyirlər də, mən bunu sata bilirim. Müddət ver də mənə. Rəf ömrü deyirlər. Hə, xanım da dediyi kimi, bu süd məhsulu tez xarab olan məhsuldur. Pendir məhsulları tez xarab olan məhsuldur. Nəfər müddət versin ondan. Vururlar dərman. Dərman vururlar ki, qıcırma prosesi getməsin. Bax, o getməməsi üçün termopaket adlı bir şey var. Bu paket ümumiyyətlə vakuum paketidir. Xanım da təsdiq edər. Mikroblar orada yaşayırlar ki, orada hava olsun, nəmişlik çox olsun. Vakuum paketi havanı sorur, hava olmayanda mikrovirus inkişaf eləmir. İkincisi, termopaket var. Vakuuma vurandan sonra termopaketi atıb 90 dərəcədə və yaxud da steril temperaturu var, 87 dərəcədə 2 dəqiqə saxlayırıq. Bunun içində nə virus varsa,
Onun üçün də bu qaynadılır. Bəli. Düzdür, bəzi mikroblar, bəzi mən şeyi bilirəm, B17-yəcən bəzi vitaminlər dağılır qaynadanda. Düzdür, qaynadanda müəyyən özəllikləri itir südün, amma salmoniozdur, bruselozdur, bakteriyoz çox yayılmış xəstəliklərdə heyvanlardan keçən bunları qarşısı alır. Ona görə mən qaynadılan pendirdən istifadə edirəm. İkincisi də ki, təzədən ikinci dəfə termiki abrabatlı termiki işlənmə deyirlər. Bəli. Onu eləyirəm ki, heç bir dərmana ehtiyac olsun. Ona görə də dərmana ehtiyac olmadığı üçün mən vurmuram. Bunun da etiketində... Dadı necədir? Dadını bilmirik. Ədalət müəllim. Baxın da. Verişdən sonra bir tək baxaq görək dadı necədir. Hə. Dadı görəcəksiniz ki, qaymaq süd dadı. Mən də onu saxlamışam. Deməli, heç bir məhsul, heç bir dərman vurmamaq üçün termopaketdən istifadə eləmək çox Buna mı diqqət edək? Yəni, alanda baxaq görək o pendir termopaketin içindədirmi? Bir ona diqqət eləsinlər. Bəli. Əsas oxusunlar. Əsas Tərkibini oxusunlar. Aktanın nəzarəti ilə çalışırlar ki, nə vurulubsa yazdırsınlar istehsalatçılara. Yəni çox yoxlayırlar gəlib. Nə varsa almayaq. Bax, oxuduq tərkibini, orada hansı sözü görsək, o pendiri almayaq. Dad qatqıları ehtiyac yoxdur. Məsələn, saxlama müddətini artırmaq üçün filan dərman olmaz. Dərmanların adını çəkmirəm. Bəli. Və yaxud da filan qatqılar, doldurucu maddələr. Məsələn, nə vururlar? Öz yağını götürürlər, Məsələn, yağın qiyməti bahadır, kərə yağının qiyməti bahadır. Vururlar bitki yağı. Yazırlar ki, bitki yağı əsaslı. Götürməsinlər. Deməli, əziz izləyicilər, bitki yağı tərkibli heç bir pendiri almırıq. Yəni, ala bilərlər indi imkan daxilində, amma bilsinlər ki, bitki yağı vurulur. Yəni, tövsiyə olunmur. Belə deyək də, mütəxəssislər İndi tövsiyə qiymət söhbəti var, Bəli. cəmaatın kasıbı var, imkansızı var. Bunları nəzərə alırlar, dəyişirlər. Amma imkan daxilində sağlamlıq istəyirlərsə, bunları götürməsinlər. Bəs niyə rəng fərqləri var? Biri sarıdır, biri ağdır. Ona tüstü vurulub da. Hə, tüstü vurulduğuna görə rəngi elə olubdur. Hər halda dad fərqləri də var, deyilmi? Hə. İndi ocaq dadı siz bilirsiniz də, dədə-babadan xarəqə bişirirlər Ümumiyyətlə, ki. ocaq yeməyinin dadı həmişə başqa cür olur. Ocaq plovunun. Çox adamlar məsələn el arasında deyirlər ki, toy bozbaşı daha dadlı olur çünki ocağın. Bəli, o da ikinci də konservləşdirmək üçün efirlər var tüstünün tərkibində. Onlar konservlə, təbii konservləmiş olur. Bir də həmişə deyirlər ki, niyə insanlar bu cür hissə verilmiş, tüstüyə verilmiş qidaları çox sevirlər? Şuur altımızda qaynaqlanır. Yəni, ibtidai icma quruluşundan gələn bir dad var ki, biz həmişə onu axtarırıq. Ona görə ocaq yeməyi, ocaq plovun dadı həqiqətən başqa cür olur. Pendir seçəndə nəyə diqqət edirsiniz başqa? Baxırsınızmı ki, tərkibində dərman varmı? Sonra bitki yağından mı hazırlanır, yoxsa yox? Doktor? Bəli, hamısı nəzərə alınmalıdır. Çünki hal-hazırda hamı da deyir, yəni bilinir ki, kərə yağları daha yaxşı hesab olunur bitki yağlarına nisbətən. Ona görə də yəni daha zəngindir. Ona görə çalışmaq lazımdır ki, heç bir qatqısı olmasın. Bir də ondan əlavə tanımadığımız, yəni ən azından belə istehsal olunan pendirlərdən istifadə edərkən bazardan fərqi nədir? Siz bilirsiniz ki, hansı yerdən alırsınız və onun bruselyoz olmaq, bir məsuliyyət daşıyan şirkət də var. Bəli, şirkət vardır. Amma siz tanımadığınız bir yerlərdən, naməlum mənşədən aldıqda sizə heç bir kəs qarantiya vermir ki, bu adamın inəyində heç bir xəstəlik yoxdur. Çünki bilirik ki, qaynanılmış süddən, qaynanılmamış süddən hazırlanan pendirin ilkin fərqi, düzdür, qida maddələrində, yəni mən heç bir mübahisə apara bilmərəm, amma bruselyoz olma ehtimalı, yəni olmama ehtimalı daha çoxdur. Və bəzən alıcılar bazarlardan da istifadə edirlər, bazara gedirlər və orada qeyd etdiyiniz kimi, misal üçün, piştaxtanın üzərində müxtəlif növ pendirlər qoyulur. Heç bir markası yoxdur, üzərində adı yoxdur. Belə deyək də, sadə bir kənd vətəndaşı da satır və yaxınlaşıb soruşanda ki, adətən bu pendir necə pendirdir, deyir, öz qapımın inəyidir. Və insanlar bu öz qapımın inəyinə o qədər etibar edirlər ki, nəinki hansısa bir müəssisənin üzərində möhürü olan, belə deyək ki, ünvanı yazılmış hansısa məhsula. Bu qapımın inəyinə olan bu etibar hardan gəlir, Ədalət müəllim? Yəni, o zaman heç baxmırlar, hara istehsalıdır, neçə gün öncə istehsal olunub. Yəni, qapımın inəyin nə qədər təhlükəsizdir? Biraz kəndçinin səmimiliyinə güvənirlər. Amma güvənməsinlər də. Bax, Abad şirkətinin prinsipi var. Mən xırdalanmıram.
asandan gəlir. Onların öz prinsipi, şəffaflıq prinsipi var. Yəni mən ona görə, şəxsən mən ona görə getmişəm. Onlar məmulat, dəzgah filan təqdim edirlər, amma onların bu prinsipi var da. O prinsip də ondan ibarətdir ki, sən şirkət qaranti verirsən, Azərbaycan zəmanət verirsən ki, mən düzgün məhsul buraxıram. Bax, düzgün məhsul buraxmağının birinci yolu, yenə deyirəm, elə insanlar olub ki, şəxsən mənim yanıma gəliblər ki, deyirlər, Ədalət müəllim, sənin pendirin bahadır. Deyirəm, termopaket bahadır. Deyirəm, mən onu 20% yağlılığını saxlamağa çalışıram, amma o bahadır. Amma baha olmayan suyun içində adi paketlə cığaraya büküb verə bilərlər sənə. Amma burada qaranti heç kim verə bilməzlər sənə. Bax, suyun içində pendir satırlar, ağzını da kip bağlamırlar. O suyun içində xanım təsdiq eləyər, nələr yoxdur. Özdə 36 dərəcədə vurublar mayasın. Amma termopaketin içində termiki işlənməkdən sonra qoyanda qaranti soda olur və bunu da böyük şirkətlər eləyirlər. Çünki böyük şirkətləri yoxlayırlar. Daha təhlükəsizdir. Əgər sağlamlığımız üçün daha keyfiyyətli, daha təhlükəsiz bir məhsul axtarırıqsa, rahatlıqla Abadın məhsullarından istifadə edə bilərik. Bir də bizim cəmiyyətimizdə belə bir təsəvvür var ki, keyfiyyətli, təbii olması üçün mütləq kənd məhsulu olmalıdır. Kənd yumurtası, nə bilim, kənd toyuğu. Amma heç də elə deyil. Yəni, gəlib kəndə çıxmağımıza da ehtiyac yoxdur. Abadın məhsullarıdırsa, deməli, keyfiyyətlidir. Mən istərdim, Samirə xanım, onu da aydınlıq gətirəsiniz. Bir insan, sağlam bir insan gündə nə qədər süd məhsulları istifadə edə bilər? Ən çox nə qədər? Adam var, süd sevir. Gündə bir neçə, misal üçün, bardaq süd istifadə edir. Adam var, az qala hər yeməyin yanına 2 dilim də olsa mütləq pendir qoyur, yeyir. Nə qədər norma olmalıdır əslində? Norma qəbul etdiyimiz qidanın miqdarından əlavə onun tərkibindən asılıdır. Yəni, gündəlik hər bir insan üçün zülalın norması var. Bilirik ki, süd məhsullarında ən üstünlüyü təşkil edən tərkib hissəsi zülallardır. Və məsələ bundadır ki, gündəlik insanın zülala olan tələbatı 49, məsələn, xanımlar üçün dedi ki, 46 qramdır, kişilər üçün hardasa 56 qramdır. İndi məsələ ondadır ki, kimsə baxıb fikirləşə bilər ki, o deməkdir ki, yəqin ki, 50 qram yalnız yeyə bilərsən pendir, ət məhsulu yeyə bilərsən. Əksər, misal üçün, sosial medianı açırıq, orada pendirlə bağlı yazılar, kibrit qutusu boyda. 30-40 qram. Ölçüdür o kibrit qutusu boyda pendir. Çünki ölçünü təqribi yazırlar. Gündəlik norma 30 qram olduğuna görə bir kibrit qutusu boyda pendiri siz qoysanız 30 qram gələcəkdir. Ona görədir. Amma məsələn 100 qram kefirdə, yəni qatıqda cəmi 3 qram zülal var. Məsələn, o demək deyil ki, insan yiysə də o miqdarla, zülalın miqdarı ilə qəbul etdiyimiz qidanın miqdarı eyni deyil. Tərkib hissələri müxtəlifdir. Niyə görə deyirik ki, pendiri 30 qram məsləhət görür? Çünki onun içərisində zülallı maddələr daha çoxdur. Çünki o qatılaşdırılmış formadadır da. Bir başqa cürədir, sıxılmış formadadır, daha çox energetik dəyəri var. Amma qatığı südü götürəndə onların tərkibindəki zülal daha azdır. Yəni siz onu pendirə bərabər eləmək üçün 10 stəkan sizə süd lazım olacaqdır. Həqiqətən də kimsə deyəndə ki, mən süddən, yəni həmişədən görmüşük rayon yerinə gedəndə bir böyük qazanı götürürlər. Bir böyük qazanda, məsələn, bir 10 litrlik qazanı götürəndə oradan bir balaca baş pendir çıxır. Yəni mən yanımda tutulanda görmüşəm də. Yəni kimsə mənə deyəndə ki, bu qiymətədir pendir. Mən bir balaca təəccüblənirəm ki, hesablayıram ki, o qiymətə ola bilməz. Nəsə burada bir başqa bir məsələ var. Çünki yəni o artıq qatılaşdırılmış formada olduğu üçün ona görə onun kalori cəhətdən də çoxdur, zülal tərkibi də çoxdur. Amma gündəlik normativi nəzərə alsaq ki, məsələn 46 qramdır, məsələn 40-50 qram arası deyək. Yəni siz onu seçimsizlikdir ki, siz onu nədən almaq istəyirsiniz gündəlik normativinizi? Nə qədər süd içəcəksiniz, nə qədər qatı yeyəcəksiniz? Bəli. Məsələn, insan deyə bilər ki, hə, mən süd məhsullarının onda zülallarından istifadə edim. Olmaz. Yəni, bu gündəlik ratsion ətə
ət zülallarına bölünür, süddən alınan zülallara bölünür və bitkilərdən alınan zülallara bölünür. Niyə görə? Bitkidən biz lif alırıq, bizim bağırsaqlarımızın hərəkəti üçün mütləq şəkildə vacibdir. Süd məhsullarında dedik ki, əvəz olunmayan zülallar var, amin turşularımız var. Amma ət məhsullarında xüsusiyyət ondan ibarətdir ki, bunun tərkibində dəmir, az miqdarda da kalsi çoxdur. Kalsini biz pendirdən alırıq, amma ətdə dəmir çoxdur, kalsi azdır. Gündəlik bizə lazım olan dəmirimizi biz ətdən alırıq. Bəs yaxşı, bu pendiri aldıq, necə saxlayaq, harda saxlayaq Samirə xanım? Mən mütləq şəkildə soyuducuda saxlayıram, çünki mən bilirəm ki, yüksək temperatur bakteriyaların inkişaf etməsi üçün şərait yaradır. Və siz onu bakteriyaların lazım olmayan, yəni bakteriyaların inkişaf edə bilməyəcəyi bir mühitdə və temperaturda saxlamalısınız. Mühit deyəndə duzlu suyu nəzərdə tuturuq. Yəni duzlu suda bakteriyaların inkişafı, amma biz dedik ki, duz bizdə suyun ləngiməsinə səbəb olacaqsa da, biz onu yaxşı olar ki, soyuducu şəraitdə, xüsusi yəqin ki, temperaturu var, o temperaturda saxlamaq lazım, soyuducaq saxlamalıyıq. Artıq verilişimiz sona çatır. Nə demək istəyərdiniz? Baxın, indiyə qədər süd məhsulunun istehsalı ilə məşğul olub, hələ də abadçı olmayan sahibkarlara. Abaddan istifadə eləsinlər, təbii ki, indi abad da durmadan inkişaf edir, çalışır. Çox, mən indi oranın içindəyəm, bilirəm. Çox çalışırlar ki, genişləndirsinlər bunu. Kustar üsuldan uzaqlaşsınlar. Siz bayaq dediyiniz kəndçi, kənddə hazırlayanda nə var ki, söhbəti kustar üsuludur. Bir də, yəni belə yerlərə gəlsinlər. O Kobit var, Kobit kiçik sahibkarlığa kömək edir, Abad kiçik sahibkarlığa kömək edir. Ondan əlavə, yenə də dönə-dönə deyirəm ki, baxsınlar, bu sivilni dövrdür. İndi ölkələr marketlərdən alırlar, bazardan çox. Bax, etiketləri oxusunlar. İndi məcbur olurlar etiketləri həqiqəti yazsınlar. Düzdür, hələ də yazdıra bilmirlər bəzi xoşa gəlməz şəraitlərə görə. Amma oxusunlar orada. Sonra belə şeyləri bilsinlər, biraz öyrənsinlər, bilsinlər ki, bax, xanım bayaq dedi, mikrobların inkişaf eləmək üçün birinci şərt, məsələn, soyuqda saxlamaqdır. Konkret temperatur var. 6, 7, 14. 14-dən yuxarı otaq temperaturuna yaxınlaşır, orada mikroblar inkişaf edir. Bax, belə sütü saxlasınlar, soyuducularda saxlanılan sütləri alsınlar. Bir də ki, xüsusi qablaşdırma üsulları var. Məsələn, bu qablaşdırma üsulu termiki emal olunduğu üçün onun qorxusu daha azdır. Bunlara fikir versinlər də. Yəni, məhsulu alanda. İstehsal da getsinlər, köməkçi dövlət tərəfindən dəstəklənən idarələr var, təşkilatlar var, getsinlər, istifadə etsinlər. Gəldiyinizə görə hər ikinizə təşəkkür edirəm. Çox sağ olun. Əziz tamaşaçılar, bizim qonağımız həkim biokimyaçı, nutrisoloq Samirə Rzayeva və abadçı süd məhsulları üzrə kiçik sahibkar Ədalət Niftəliyev idi. Sizinlə isə sağollaşırıq, əziz tamaşaçılar. Sabah yenə eyni yerdə, eyni saatda sizin görüşünüzdə gələcəyik. Sağ olun, sağlıqla qalın.